Vallahi benim günahım yoktu. Bana kıymet mani. Abdülhamid'in izna. Ey boga maya bina ne? Ben namuslu adamım. Lazımsa and için. Kur'an getirin, mollanı çağırın. Hükümetten, Sarvan gazasından soruşun. İsteyirsiniz bütün borçlarını yığın bura, hamı təsdiq eləyər ki, mən bir adamın da toyuğuna baş atmamışam. Vallahi, billah. Boynumuzu almışsınız, ha? Vallahi bilmiyorum. Hiç ne bilmiyorum. Abdullah Kerimoğlu, tersliği eləmeyin. Onsuz da bize her şey malumdur. Siz, gece vakti Varansovka'dan arabayla qayıdan malakanları qaret etmekte günahlandırılırsınız. Allah Allah. Hemen gün silahlı olmuşsunuz. Allah Allah. Candar kendinin yakınlığında onlara hücum eləmişsiniz. Mallarını, pullarını elinden almışsınız. Allah Allah. Malakanların birini elə oradaca öldürmüşsünüz, ikisini ise yaralanmışsınız. Özde xəncərlə. Allah Allah. 3 nefer olmuşsunuz. Nahaq yerə yoldaşların adlarını demirsiniz. Siz Sarvanlısınız, öyle değil mi? Ben ya, Sarvanlıyım. Cinayetinizi düz Sarvan kendine, sizin evinizi qabağına gelip çıxır. İndi deyin görün bu ahvalat necə baş verir. Bilmirəm. Vallahi heç nə bilmirəm. Aya bilmir tmani, yey boga, bişivon iznayet Abdullah. Uğurlanmış şeylerin bazıları, çit parça, dəsmal, günlüklü papaq vesaire sizin hayatınızdaki sebetin içinden tapılır. Diyersiniz bundan da haberiniz yok, ha? Yoktur, vallahi yoktur. Deyirsiniz ora onları şeytan tullayıp, ha? Yəqin ki şeytan tullayıb. Şeytandan nə desən çıxar ağa, yəqin şeytan tullayıb. Abdullah Kerimoğlu, yaxşı fikirlər. Onsuz da qarət edilmiş malakanlar sizi görən kimi tanıdılar. Ağa yanılırlar, vallahi yanılırlar. Abdullah Kerimoğlu, yaxşı fikirlər. Ağa vallahi yanılırlar, Kur'an hakkı yanılırlar. Yaxşı. Bir görüm, hemen gün harda olmuşsan ve ne iş görmüşsən, ha? Hemen gün çöle işlemeye gelmiştim. Bostan suvarırdım. Gün orta anam yemeği getirmişti. Dağlar dalaya yalan biçmeye yalan dağlar dalaya yalan
gelmişsin ha? Tez değil ahrın al. Görmürsən gün ortadır. Açlığım yoktu. Elə bir indiceymiş. Anan ölsün ay bala. Özünü çok yorma. İşlemeyen dişlemez. Bir bak, benim bostanım hamınınkinden faraştı. Bu yıl her şeyimiz olacak. Allah eləsin ay bala, Allah eləsin. O baştandan çıkırsan, gün batanda gelirsin. Elə şeyləri özümə dərd eləmə ay ana. Kişi çöldə olar da. Yoksa məl qurban kimi, dilsiz ağızsız heyvanları acından kırır, evin dalından o yana koymur köpeği olur. Ay oğul, bu sabah onun üstüne elə kışkırdın ki, vallahi yüreğimin başı ağrıdı. Dağa girer. Can çıksın, koy Malqaranı Ləlibər dağlarının ətəyinə aparsın. Ona 100 dəfə demişəm ki, oraların otu yaxşıdır. Ne bileyim ay oğul, özün bilən yaxşıdır. Yaxşı, bəs niye icazə vermədin aparsın? Axı, yoksa bir yere gideceydin. Ha, yok. Gözden kölden uzakta el qurbana uspurt eləmək olmaz. Atı xəlvətə salıb minər. Onda gərək mən başıma papaq qoymayam. Uşaqlıqdan elə belə tərsin. Yaxşı. Bağlamanı ver görüm ne getirmişsən. Bax, biraz dolma gətirmişəm, qatıq gətirmişəm. Çörək, göyərti, pendir, dolma. Ye bala, ye. Səhərdən işləyirsən, ay bala, səhərdən işləyirsən. Arvadın da axşama aş dəmləyəcək. Mən gələndə düyü artlayırdı. Duz koymuyor. Qoyub. Hı? Bax, gəl. Şöyle atlamadır. Elə də ay bala. İçirsən ürəyin sərinləyir. Yaxşı. Sonra? Sonra anam çıkıp gitti. Ben biraz işledim. 5-6 leh kalmıştı, onları sıvardım. Güneyden de eve geldim. Gel gelir al beni, bir yadına sal beni. Bas bağrına saz kimi, hezin çal beni. Hezin çal beni. Dağlardan seslemeni, koynumda beslemeni. Necə ki mən istəyərəm, elə də istəməni. Elə də istəməni. Evden ne yaxşı gelir? Aş dəmləyirəm. Dur bir toyuq kes. Yaxşı. Sonra durup keserim. Yamanca yorulmuşam. Koy biraz dincelim. Ay yorulmuşam ha. Ay kurban. Çeklerimi çek. Bu nədir? Dizinə qədər palçıq eləmsin. Heç olmasa bunu yu. Yavaş. Bostan işi belədir də. Bir günde geç suvarsaydım, əkdimin hamısı yanıp məhv olacaktı. Abdullah, bəs məni Bostanına bax aparacaqsan. Tələsmə. Sen bana bak, burada, bu evde, bu həyat bacada lazımsan. Arvada ev kuşu, kişiyə çöl kuşu deyiblər. Çay gətirin. Dayan! Atı sulamısan? Boy başıma xeyir. Yadımdan çıxıb.
Sən dəli olmuşsan, nədir? Bu vaxta qədər at susuz qalar. Tezdən yadımdaydı ya Abdullah. Hələ gedəndə dönə-dönə tapşırmışdım. Demək mənim sözümün sənin yanında bir çürük qoçla qiyməti yoxdur da, Ne hə? diyorsan Abdullah? Görünür mən səni cəzalandırmasam, ağlın başıma gəlməyəcək. Qoy bir dəfəlik sənin yadında qalsın ki, arvad kişisinin papağı ilə altına hörmət qoymalıdır. Deyim Hörmət qoy. Abdullah. Hörmət Deyim qoymalıdır. Abdullah. Bir dəfə demişəm. Atsız qalıb vaxta gedər. Hə? Arvad atı sulamadı. Sen de arvadı dövdün ha? Ve sonra? Sonra peşman oldum. Ha? Fikirləşdim ki, yazıq qəsdən eləməyib ki. Yəqin yadımdan çıxıb da. Sonra gidip zərgərdən bir üzük aldım. İnanmırsız Məşədi Süleymandan soruşun. Ha? Üzüyü ne inirdin? Fikirləşdim, arvadın kölün alaram, barışarıq. Al gör barmağım olur. İstemiyorum. Yaxşı, yaxşı. Səfeylik eləmə də. Evdə söz söhbət olar. Bir atladı ki ondan öte beni bugüne salırsam. Ay dəli, atını sevməyən arvadını da sevməz. Sən gördün ki, mən razı olmadım. Əli Qurban onu Ləlvər dağlarının ətəklərinə aparsın. Al tap barmağı. İstemiyorum. Dünya dağlar. Bir de ben seninle bir yastığa baş koymarım. Çıkıp geleceğim dedemin evine. Ay dəli. Ay Fatma, valla sən özünə bir damcı da hörmət qoymursan. Az mən səni bu atın dalında qaçırmamışam, hə? Az bu at olmasaydı Vəli Gül'ün iti o akşam bizi basıp yemeyecekti. Bu at olmasaydı biz ne al giyette de Xıram çayı geçebilmezdik. Kardeşlerin geçip seni benim elimden alardılar. Karanlık gecede o uçurumdan ki biz geçtik. O uçum Murat hele orada bir dağ keçisi de görmeyeyim. İndi insafdır belə bir atı susuz saxlayasan. Yaxşı kişilər vaxtında atlarına kişmiş yedizdiriblər. Gümüşdən nal kəstiriblər. Elə bilirsən onların ağlı olmayıb. Üzüyü hardan? Sərgər Məşədi Süleymanla. Ha, bostan soğulanda pulum verərik də. Çay getireyim. Gətir. Sen gel nağıl danışma. Biliyorum hemen gece hardaydın. Ağa sən and verirəm Allaha məni karıxdırma. Qoy bir yaxşı-yaxşı yadıma salın da. Şər qarşanda Əli Qurban örüşdən gəldi. Evimiz yıkıldı. Evimiz yıkıldı ağa. Ağa evimiz yıkıldı ağa. Ne danışsın Əli Qurban, evimiz niye yıkılır ki? Cöngeni itirmişəm ağa. Göngəni itirmişəm nə Əli Qurban, sənin başıma hava gəlib. Yuxumu qarışdırmışdım. Bilirdim ki bir şey olacak. Çıkacağımız varmış. Əşki, mənimki büyün gətirmir də, mənimki gətirmir də büyünlərdə. Naxırı hara aparmışdın Əli Qurban? Ağa özün demedin ki Ləlvər dağlarının ətəklərini apar. Demək göngəni orada itirmişsən ha? Bilmirəm ağa, vallahi bilmirəm. Bir də baxdım ki yoxdur. Yaxşı, 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 yaxşı. Səs salmayın, heç kimə şey demeyin. Dedim axtarım bəlkə tapdım. Hardan tapacaksan ay baba? Yapıncını getir. Ləlvər dağlarından qurt eksik olmu? Evimiz yıkıldı. Gecenin bu vakti ara gelirsin. Ara gelirsin. Hiç olmasa alttan gözde uçulumdu. Diyorum haralara gittin. Ağa axtarmadığım yer qalmadı.
Alget Xıram çayının sahillerine kadar gittim. Candarın bütün hendeberini gezdim. Hatta Marnevuli'ye sakkal tutan dağacan çıktım. Cöngeni tapa bilmedim. O yadımdadır ki güçlü yağış yağırdı. Tamam ıslanmıştım. Deməli, Candar tərəfi də gəzmirsən, hə? Bəli ağa, candarın bütün hendeberini tamam aktardım ağa. Malakanlara elə orada rast gəlmisən. Tək olmamısan. Boynu al. Yaxşıdır görüm evə nə vaxt qayıtdın. Səhərə yaxın. Geldim ki anam da Fatma da yatmıyorlar. Seher açılır. Bu anası ölmüş, harda kaldı? Harda kaldı? Harda? Tapdın mı? Gene gezdir. Aktarmadığım yer kalmadı. Keyfini pozma, ağrını alır. Qada balan aparsın. Yok ben bilirəm, bu eli qurbanın işidir. Ya dağdan uçurup ya da satıp. Elə eləyib ki, mən onu bir də Ləlbər dağlarının ətəklərinə göndərməyim. Məndən ayıb çıxır. Günaha batma ay bala, günaha batma. Əli qurban fağır adamdır, səndən ne işi ay bala? Yazıq, akşamdan ayak üstü ölür. Yox! Mən bilirəm, o istəyir ki, malqaran elə burada, sənin gözümün qabağını tutarsın. Məsəl var deyərlər, mal bir yerə gedər, güman min yerə. Sen dedin, ben de inandım. Sonra ne oldu? Yıkılıp yattın. Yox. Gün qalxanda gəlib məni həbs etdilər. Vallahi mənim günahım yoxdur. Abdullah Nişevoli знает. Арагим Эртмани. Ей Бога, моя вина нет. Mən namuslu adamam. Lazımsa and dışı. Molla çağırın, Kur'an getirin. Hükümetten, Sarvan gazasından soruşun. İsteyirsiniz bütün borçalını yığın bura. Hamı təsdiq eləyər ki, mən bir adamın da toğuna daş atmamışam. Ha. Şahidi getir. Vallahi mənim günahım yok da. Aragim Ertmani. Ей Бога, моя вина нет. Bunu tanıyorsan mı? Odur. Özüdür. Yaxşı yaxşı baxın. Nahaq yerə bədbəxt eləməyin. Onu bilin ki, vicdanınız qarşısında cavab değilsiniz. Ağa yaxşı tanıyırıq, o özüdür. Təkcə çitimizi, parçamızı, papağımızı değil, neyimiz vardısa elimizden aldılar. Yəqin başka yerde gizlədiblər. Yalan değil, vallahi yalan değil. Ей Бога нет. Yaxşı yaxşı fikirləş. Eğer günahını boynuna alsan, yoldaşların adlarını desen, cezanı yüngülləşdirəcəyim. Yoksa seni 10 il həbs cezası gözləyir. Au. Au. Ha, ne deyirsən? Ama vallahi benim günahım yok. Нужно что? İndi vaktinden küs. İndi gedip 10 il yatarsan ağlın başıma gelir. Allah. Allah. Öldürün beni ya. Öldürün beni ya. Keşke doğru ilan tüküre. Sepene bütün borçalıyı ancak beni dama bastırma. Vallahi benim günahım yoktu. Abdullah günahsız da. Aparın. Yeri görün, yeri. Yeri.
Vay insafsız. Axı benim günahım yoktu. Bunu mənə niyə deyirsən? Mən kiməm ki? Yaxşı, görüşün. Nə sözün var de. Darıxma lan. Bilirsən ki, mən nə adam soymuşam, nə də adam öldürmüşəm. Bir şərdə də düşmüşəm. Allah baysın evini yıksın ay bana. Ben indi ne yiyeceğim? Yaxşı, ağlama. Bir də gördün ki, çıxdı. Naxırı əli qurbana ümid eləməyin. Bak kurtardı. Çörəyi dizimin üstündə olan adam. Yere. Bir sağ olun. Yere. Sağ olun ana. Sağ ol ay bala. Özünüzden muğyat olun. Darıxmayın. Geç Salih. Hoş gelmişsin. Neçə herkesler Akbercan? 10 il. Ha? Ati Seli Sadi. Desyatlet. Desyat. Yazık. Neylemsen ki alnına 10 il lanlayıblar. Heç nə. Şərə düşmüş. Oh, onda sen düşün laf xorabda Akbercan. Niyə? Ara havayı yere yatanların günü laf ağır geçireli. Hele buradaca çürüyor. Vaktini boşa vurabilmir. Bəsdirin. Yazığı qorxutmayın. Buradaki tüstağların hamısı günahsızdır. Darıxma. Bax gələr, haqqın qapısı açılar. Gedək, yerini göstərim. Gezintiye. Haydi. Bak kurtardı. Ha? Paşa. O yolu görürse
Yol soğanlığa, Samgori çölüne, Şamlabat tepelerine, Kürün üstündeki orta şala bağlarına kadar uzanır. Biliyorum. Bizim kende Sarvana da gerek bu yolla gidesin. Deyirəm yol güzel şeydi Şakro. Güzel şeydi. Adam tustaq olandan sonra bunu daha yaxşı başa düşür. Yazık anamla, yazık arvadım da yəqin ki bu yolla qayıdılır. Darıxma Abdullah. Vaxt gələr, bax bu yolla evinizə qayıdarsın. Heç inanmıram Şakro. Heç Tustaq heç vaxt heç bir şeydən ümidini itirməməlidir. bu yol məni vaxt kimi, talih kimi özünə çəkir Şakro. Deyirəm Allahın altında elə bir qüdrətim olaydı ki, bax bu dəmir barmaqlıqları quma döndərib bir anda atlaydım çölə. Qaçaydım, qaçaydım, qaçaydım. Xeyri yoxdur. Tutub gətirəcəklər yenə. Getirsinlər. Mən ki 3 saata, 5 saata öz işimi görəcəm. Məsələ bundadır. Axı sənin nə işin var? Var Şakro, var. Vaxt gələr deyərəm. Darıxma. Mən necə darıxmayım, yetər darıxmayım. Necə darıxmayım, 10 il sənə zarafat gəlməsin. Bəs mənim evimə, eşiyimə kim baxacaq? Anama, arvadıma kim kömək eləyəcək? Torpağımı kim əkəcək, kim becərəcək? Düşünəndə ki, ocağım boş qalacaq, evim, eşiyim dağılacaq, dərd məni götürür. Məhv oluram. Yaman günə qalıram Şakro. Toxta əzizim, toxta. Ürəyim yaman ağrıyır. Bir Allah şahiddir ki, mən günahkar deyiləm. Darıxma. Qadir Allah özü səni qutarar. Yox. Allah'a olan inamı bitirmişəm. Dustaxanaya düşməmişdən gündə 5 kərə namaz qılırdım. Diz üstə çökür, üzümü Məkkəyə tərəf çevirib dua eləyirdim. Bəs niyə Allah mənə kömək eləmədi? Bəs niyə Allah öz kəramətini, ədalətini göstərmədi? Görünür ya Allah yoxdur, ya da onun ixtiyarı bu dünyada işe geçmir. Abdullah! Elə demə Abdullah! Elə demə. Qapını bağlayanda, açanda o gözə görünməz kişidir. Elə demə. Məni qınama Şakro. Sən deyəsən elə burada doğulmusan, burada da böyümüsən. Elə sakit-sakit danışırsan ki, adamla məətəl qalır. Yox Abdullah! Mən səndən daha çox darıxıram. Amma hiss edirəm ki, bax bu divarlar, bax bu dəmir barmaqlıqlar məndən güclüdür.
dermanım ey vay derdim. Eller vay ekti gül derdi, ben gül ektim vay derdim, vay derdim. Okuma! Niye? Okumak da olmaz. Olmaz! Yok ha. Okumaq da oğurluqdur, yoxsa yol kəsməkdir. Mənə bax! Uzatma! Sənə dedilər okuma, deməli okuma. Ara bu ne diyor? Oxumağa da iş düşür. Düşür! Sabah neçenliye diyeceğim ki... ...intizamı pozursan... ...senin işine bu tezeden baksınlar. İşini biraz artırarlar. Ağlın başla gel ha. Yaxşı. Harda yazılıb ki, oxumağa da iş düşür. Sen həmişə qəmli mahnılar oxuyursan... ...tüstağları kövrəldirsən... ...onlar da ya təzədən cinayət törədirlər... ...ya da tüstəxanadan qaçırlar. Sən gələndən... ...3 adam qaçar. Əzizim, naşaray, ağlamam, ay, gündü ay, keçər ay, ağlamam, ağlamam. Oxuma! Bu qapını yaylayan, ay, bir gün ay, yaşar ay, ağlamam. Vur köpəyavlı, vur Abdullah, vur Abdullah'ı, vur! Niye durmuşsan? Niye ağzı ayrı bakırsan? Vur reyinden kara kanlar kesen Abdullah'ı! Vur! Sen o murdar ki güllen benim kalbimi parçalıya da kadar okuyacağım! Vur! Azizi! Abdullah! Nədir? Yenə yollara baxırsan? Bəs neyniyim? Odur bax. Nəftilliyin stansiyasından çıxan qatar ilan kimi düzənlərə dolaşa-dolaşa işləyir. Bəsən o belə hara gedir? Bakıya yoxsa Borçalıya? Yenə həmin körpüdən keçəcək. Şavnabadın sıldırımlı dağlarını arxada qoyacaq. Abdullah, iki kişisin. Sənə yaraşmaz ki, elə hey bir şey haqqında fikirləşəsən. Sən bilmirsən Şahro, sən bilmirsən. Bu qatar Abdullah'ın göz yaşları ilə islanmış ürəyini, ruhunu da çəkib özü ilə aparır. Birazdan indi o Algeç çayının üstündən keçəcək. Çandarın kənarı ilə işləyəcək. Bəlkə anam da, Fatma da təsadüfən bu şeytan əməlini görəcəklər və mənim alovlu salamımı eşidəcəklər. Yaman, xəyal pərvərsin. Kaş o vagonların birinin içində olaydım. Qatar Çandar stansiyasından keçəndə atılıb düşəydim çölə, qaçaydım, sarmana qədər, evimizə qədər, anamı, Fatmanı bərk-bərk qucaqlayaydım, bağırmamasaydım. Bravo. Ağlıma bir fikir gəlib. Nə fikir? Gəl nəçənliyə ərzə yazaq, xahiş eləyək ki, sənin 10 ilini paylasın bizlərə. Hə? Bravo, 4 il yatmayacaq, ya. Yatım 6 il səni bıraxsın.
Nağıl danışma. Elə bilirsən. Razı olmaz. Mən razı olmaram. Yazıq deyilsiniz. Sən el adamı elə günə salırlar ki, qarğa quzğuna həsəd aparır. Vallahi düz deyirəm, ha, o quşlar bizdən xoşbəxtlər. Ona görə ki, sərbəstləri azaddılar. İstəsələr ölərlər, istəsələr yaşayarlar. Amma burada nə ölmək olur, nə də yaşamaq. Darıxma əzizim, darıxma. Hamının yanına qohum əqrəbəsi, dost tanışı gəlir. Gəlməyənlər də pay-puş gətirilir. Bilmirəm, mən nə günah işlətmişəm ki, Allah tərəfindən unudulmuşam da. Buna bax. Heç kimdən incimə. Borçalı buradan uzaqdır. 2-3 günlük yoldur. Gəlib girmək o qədər də asan deyil. Bir də görüş alma edibsən asan deyil. Gələk 3 ayda öyle gözləyəsən. Təşkil olsun. Tək anam xəstələnməsin. Tək Fatıma məni unutmasın. Yalğızdıq, pis şey. Nə yaxşı gəlmişsən ay ana, nə yaxşı gəlmişsiniz. Sizdən bəlk nigarandım. Nə yaxşı, nə yaxşı. Ay bala. Otur ay ana, otur. Anan ölsün. Necəsin? Bizə nə olacaq? Kətdə nə var da yox. Yətərsiz. Malqarıya kim baxır? Kim baxacaq? Yenə əl qurbandır əlimizdən tutan. Allah ona can sağlığı versin. Mənim atımı minmir ki. Atı satdıq. Satdınız? Sağlıq olsun ay bala. Çıxandan sonra ondan da yaxşısını alarsan. Kimə satdınız? Mustafa aldı. Anan ölsün ay bala. Dünyanın malı dünyada qalmır. İnəyin də ikisi öldü. Yaxşı. Fikir eləməyin. Çətini mən çıxana kimidir. Fikir eləməyin. Hər şey yaxşı olacaq. Dünyanı quldur qaçaq bası. 2 gün bundan qabaq qoyunlarımızı apardılar. Fatma. Fatma, sən Allah anama yaxşı bax. Arvad yaman düşüb, görünür çox fikir eləyir. Özündə fikir eləmə. Eybi yoxdur, qoy Əli Qurban sənə təsərrüfat işlərində kömək eləsin. Amma elə elə ki, adına söz söhbət çıxmasın, ha, kənddə dedikodu yaranmasın. Arxayın ol. Dədəm bir neçə dəfə gəldilər, məni aparalar, mən getmədim. Yaxşı eləmsən. Tez ol. Vaxt qurtardı. Ay insafsız, mahnı oxuma, söhbət eləmə. Ay, koy bir kəlmirəmizi tutdur. Yeni adam öldürəndə fikirləşəydin. Ay, görürsən ki, Abdullah yetim qalıb. Nə olar bir kəlmirəyinin sözünü deyəndə, qoy ürəyimizin sözünü deyək də. Olmaz. Yaxşı, salamat qalın, ay. Sağ ol, Salamat qalın. sağ ol. Salamat qalın. Sən fikir eləməyin, hər şey yaxşı olacaq. Çətini mən çıxana kimidir, dözün ana. Fatma, dediyimi yaddan çıxarma. Arxayın ol. Sağ ol, sağ ol, sağ ol ana. Özünü qoru. Sağ ol ana, sağ ol. La 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 li la li la 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 li la li la la li la 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 li la 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 li la 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 li la 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 li la li la li la 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 li la Hoppa! Sağladılar. Hər uşaqlar, gəlin bağlamalarımızı açaq. Açaq qardaşlar, açaq. Deməli belə. Şakrosuz görək. Uşaqlar, bu günləri hamımızın ad günümüzdür. Əla! Amma bir şərtlə. Əgər bugün hamımızın ad günüsə, gərək bugün heç kəs kədərlənməsin. Yaxşı? Niyə elə hamı mənim üzümə baxır? Çünki bu söz sənə aiddir də. Ara Abdullah. Ara Akbercan. Neçə ildir yatırsan, hala da dustaq həyatına alışmamsan, Eli. Abdullah, elə bir dünən gəlmişsən. Adam sevdiyi şeyə öyrəşər, Akbercan. Abdullah, burada yaxşı adamlar çoxdur. Gərək onlara öyrəşəsən, işləşəsən.
Yoksa fikir. Abdullah. Adamı ağaç kim yıkar? Mənim ürəyim nətər açılsın, qardaş? Hə? Kərimi satıblar, qoyunlarımı uğrayıblar, inəklərim ölüb, daha nə qaldı ki? Bir kəl, bir balaq, bir də üzdən iraq bir uzun qulaq. Ara eşşok eli! Ah Abdullah, Abdullah! Elə bilirsən təkcə bu işlər sənin başına gəlib? Yox! Mənim o boyda imarətimdən uçuq hasarlar qalıb. Yolçular yolu gözler, dağları dolu gözler. Balası gürbette yedi, anası yolu gözler. Balası gürbette yedi, anası yolu gözler. Mən aşık kim bişirer, kim düzer kim bişirer. Gurbette ölen yarı, kabire kim düşürer. Gurbette ölen yarı, kabire kim düşürer. Aşağı Mustafa. Aşağı Mustafa. Dayan. 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 Elimden kaçıp kurtarabilmeyeceksen. Dayan. Dayan deyirəm. Abdullah! Açtım. Niye sen? Yok da niye saygılıyorsun? Sesat değilsin ki. Bu nefis yok idi, ben görürdüm. Bura bak. Bu Mustafa kimdi? Öyle yuxuda heyadını çekirdi. Ne Mustafa? Mustafa. Yaxşı. Sakit ol. Şakro kardeşim beni o bedbaht eləyib. Balağanları o öldürüp yazılardan uğurladığım şeylerin de bir neçesini getirin benim heyetime. Odunluyum. Necə? Bəs niyə malağanlar sənin üzünə durdular? Mustafa ile ben üzden birbirimize okşayırıq. Sen bunu evvelden bilmirdin. Bilirdim. Bəs niyə məhkəmədə demedin? Olmazdı. Onda ketlemede hamı satqın kimi tanıyardı. Bilirsin. Özüme sığıştırmadım. Bəs indi nə etmə fikrindəsən? Buradan çıkan kimi intikamımı alacağım. Onda her şey aydın olacak. Şakro, ay Şakro, gel sayal görək, kardeşim buradan ne vaxt çıkacak? Yaxşı. Məsələsiz olma. Az qalıb darıxma. Deyirlər ki, 3 aydan sonra bizi Afçalıya işləməyə göndərəcəklər. Açık havada mı? Açıq havada. Buna da şükür. Buna da şükür. Yat dincəl.
Bu ne musibetti Allah. Kibriti mənə ver. Darıxma. Darıxma Abdullah, az qalıb. Bir gör neçə ildir burada çürüyürəm. Çıxanda çiçəkləyəcəksən. Ara özü de şaptalı ağacı kimi öyle. Bu zalimlerden ne yaman okur ara. Günler ağır geçir. Zaman laf tısbağa kimi sürünür. Bahar, yay, payız, kış. Yine bahar, yine yay, yine payız, yine kış. Ara yerde ömrümüz gelir. Şakro. Ha Şakro. Gör ne vaxt anam gelmiş. Diyesen yazık karı dünyadan köçüb axı. Yəqin bilirsən? Ha, Yoxsa Fatma deyib? mesele burasındadır ki Fatma da gelmir de. Gör neçə yol məktub yollamışam. Cavab yazmır. İstəyirsən birini də yazaq. Yazaq kardeşim, yazaq, yazaq. Yazaq. Yazaq Şakro. Mən bilirəm, bütün bunları eləyən o alçaq Mustafa'dır. Məni dama bastırdığı bəs deyil, hələ bir atımı da alıb. Şimdi görüm nə yazın. Yaz ki, salam. Salamdan sonra eğer bizim tərəflərin əhvalını xəbər almaq istəsən, lap yaxşıyıq. Sizin də yaxşı olmağınızı Allah'tan arzu və təmənni edirəm. Yaz ki, Fatma nə olub? Olmaya xəstələnmisən? Olmaya özünə başqa bir ər tapmısan? Ha yox, bunu yazma, bunu elə yandığımdan dedim. Yaz ki, darıxma. Dustaqxanadan çıxandan sonra hər şey yaxşı olacaq. Tezliklə dustaqxanadan çıxacağım. Yenə əvvəl kimi xoşbəxt yaşayacağıq. Mən Sıbıra məktub yazmağa yox, işləməyə getirmişəm. Qalx ayağa! Darıxma qardaş, darıxma. Səninlə də bizim aramıza çox qalmıyor, darıxma. İşdir! Uşaqlar! Ne olub ara? Uşaqlar! Abdullah qaçıb! Qaçıb? Aray! Qaçıb, günahsız Abdullah, yazıq Abdullah. Gör, özünü necə bədbəxt elədi. Bu yaxınlarda onu bıraxacaqdılar. Görəsən indi harda olar? Ara harda olacak öyle. Nişanlısının kucağında. Adə, evi geçsə o saat tutarlar. Adam evindən başqa hara gedə bilər ki? Burada nə yaxınca açmısınız? Dağılışın, tez olun. Hər öz kamerasına geçsin. Keşişçiləri qəhrəmanlığından danışırıq. Bu saat mən sənə kahramanlığı göstərərəm. Hüseyin! Hüseyin! Ay Hüseyin! Kimdir? Eşya çık. Kimdir? Mənəm Abdullah da, tanımadın. Abdullah! Yavaş! Yavaş! De görün bizimkiler hardadır. Başını aşağı salırsan. De görüm anam hardadır. Dünyadan köçüb? Yazıq elə.
Seni çağıra çağıra dünyadan köçtü. Yaş bəs Fatmanı dədəsi evlə gedib. Fatma'nı sorma kardeş. Fatma düz iş görmedi. Sana ne oldu Abdullah? Düz iş görmedi. Sana ne oldu? Necə düz iş görmedi? Ay dayan görüp bir aklımı cemleştireyim. Anan ölenden sonra Fatma taş kaldı. Raşit bir korkma dayan görüm. Bir yakama bırak görüm. Sonuç. Sonra Sarvala yayıldı ki. Güya el kurbanla Fatma. Tez ol, mənə azab vermə, danış, hamısın danış. Bir dayan görüm de. Ha. Hiç bilmirəm necə deyim axı. Danış. Güya onları yok diye bilmirəm. Allah Allah. Sana ne oldu? Abdullah, möhkem ol. Abdullah, sanki kişisən. Sözsüz olup cemaatı söküldürme. Bak gece, yeni bir başka kız taparsan, onunla evlenersen. Mənə bir kəndir getir. Ne? Kəndir. Gecenin bu vakti kendirini yenirsen. Getir lazımdır, getir. Getir. Hemen yardım gelsin Abdullah. Görüm, bu oyunu benim başıma niye getirdin? Başlarım çok kasıdıydı. Elimde bir şey yok idi. Fikirləşdin ki, Abdullah'ı bədbəxt ediyəsən. Günahımdan geç Abdullah. De görüm bu qələt qurğunu tələf- necə qurduz? De görüm bu qurğunu necə qurduz? O gece senin yönganı bize uğurlamıştı. Bilirdim ki gedib axtaracaqsan. Yolda pusuya durum alğanları soyduk. Aldığımız şeylerin bəzilərini getirip seninle eğitim attık. Əs qorxmurdun ki, səni sataram? Yok. Bilirdim ki sen ölərsən, satqınlıq eləməzsən. De görüm, yönganı uğurlayanda, malağanları öldürəndə, mənimlə haqdan dama bastıranda fikirləşmirdin ki, türmədən çıxıb səninlə haqq hesab sürdəcəm? Sen mərd adamsan Abdullah. Atımı niyə almışsan? Atımı niyə almışsan? Gördüm seni kenara çatını çəkir. Atımı əllərimdən aldın ki, yaxşı dolansınlar. Alçaq! Sana önümdə alçaq!
Sizin köhne ıslahınız. Aşağıdan kaçmıştım ha. Yanınıza gelir mi? Kağıs? Kağıs? Ne kağıs? Hay sefehler! Ne kağıs? Abdullah'dan öldürüp Borçal'dan buraya çapa çapa gelmişim. Açın kardeşler kapıyı! Salam kardeşler! Ne merhaba? Ve şakron! Gözüme değdi. Aha şakron! Öldürdüm kardeş! Kurumsal Mustafa'nı öldürdüm! Şimdi Abdullah Kerimoğlu cinayetkardı. Çünkü adam öldürür. Açın kapıyı şakro! Şakro aç kapıyı! Ha bu il benim yakşı boşlarım olacak. El kurban diye eşeğe çıksın. El kurban diye eşeğe çıksın. Görüm o malgaranın yerler merdanlarda terör yapar mı? El dememişim ki oraların otu yan olur. Ha! Açın kardeşler. Anamın meydini götürüp gideceğim. Ha Mustafa ben anladır ki atı Mustafa'da hürüylemişim. Ha verin lan benim atımı. Ha ver benim atımı.